İmam Baqir Əleyhissalam bu cür buyurmuşdu. Allah Teala imamları yerin sütunları qərar vermişdi ki, insanlar istiraba düşməsinlər. Onları İslamın sütunları və öz yoluna doğru hidayət vasitələri qərar vermişdir. Belə ki, onların hidayəti olmadan heç bir şəxs hidayət olunmaz. Başqa bir hədisdə İmam Əleyhissalam buyurur ki, həqiqətən Allah peyğəmbərlərə və imamlara müvəffəqiyyət verir və özünün elm və hikmət xəzinələrindən başqalarına vermədiyi bir məqamı onlara bəxş edir. Deməli, onların elmi öz dövrlərində yaşayanların elmindən yüksəkdir. Bu, məsələ Allahın buyurduğu bu ayədə öz əksini tapır. Fəmən yəhdi iləl haqq. Haqqa doğru hidayət edən şəxs hidayət olunmağa daha layiqdir yoxsa? Və həmçinin başqa bir hədisdə buyurur ki, İmam Baqir Əleyhissalam, Allah Teala imamları yerin sütunları qərar vermişdir ki, insanlar istiraba düşməsinlər. Onları İslamın sütunları və öz yoluna doğru hidayət vasitələri qərar vermişdir. Belə ki, onların hidayət olmadan heç bir şəxs hidayət olunmaz.